Mən özümdə hər birinizdən bir parça daşıyıram. Kiminin qorxusu, kiminin üzüntüsü, kiminin həyəcanı, kiminin sevinci. Və mən kitabı oxuduğumda Mehriban xanım nə demək istədiyinizi daha gözəl anladım. Əgər ata evindən çıxırsa bir qız, onun uşaqlığı da, şıltaqlığı da, o ərkəsönlüyü də ata evində qalır. Başqa bir evdə onsuz da böyüyür. İstəmədən və çox sürətli şəkildə böyüyür. Şərqdə bunu bəlkə çoxu bilir, bəlkə çoxu bilmir. Şərqdə İlk sevgi məbədi məhz Azərbaycanda, Naxçıvanda Möminə xatun türbəsidir Heç yaranan. mən özüm də bilmirdim. Bəli, Atabəy Eldəgiz onu həyat yoldaşı Möminə xanıma vəfatından sonra bir eşq məbədi olaraq tikdirir. Bizim eşq məbədi deyə səyahətlər edib görməyə getdiyimiz Tac Mahal belə çox sonralar yaranmağa başlayıb. Öz həyatında o qədər boşluq var ki, özünü o qədər tamamlamırmı deyim, tanımırmı deyim və başlayır xəyanət etməyə. Salamlayıram hər birinizi, əziz izləyicilərimiz. Media və Beyin podkast verilişimizdə xoş gördük hər birinizi. Bugün mən sizinləyəm. Məleykə Aslanzadə, araşdırmacı, jurnalist və həmsöhbətim gənc yazar Mehriban xanım Məmmədovadır. Salamlayıram sizi Mehriban xanım, xoş gördük. Salam Məleykə xanım, çox sağ olun. Təşəkkür edirəm məni dəvət etdiyiniz üçün, minnətdaram. Əziz izləyicilərimiz, mövzuya keçməmişdən öncə həmsöhbətimin, qonağımın kitabını, müəllif olduğu kitabı sizə göstərmək istəyirəm. Səsimi kim eşidər? Ana mövzumuz erkən nigah olsa da, girişi bu cümlə ilə başlamaq istəyirəm. Hər bir oxucu kitab seçimi edəndə, kitab alanda təbii ki, bu kitabı niyə oxumalıyam, niyə mən bu kitabı seçirəm, almalıyam deyə özündə bir sual yaranır və bu sualın cavabını tapmaq üçün girişi oxuyur. Müəllifin çox maraqlı bir giriş sözü var. Deyir ki, mən özümdə hər birinizdən bir parça daşıyıram. Kiminin qorxusu, kiminin üzüntüsü, kiminin həyəcanı, kiminin sevinci. Və mən kitabı oxuduğumda Mehriban xanım nə demək istədiyinizi daha gözəl anladım. Məsələ sadəcə erkən nigah deyil. Çünki hamı erkən nigahla bu hadisə ilə qarşılaşmır. Amma niyə hər birimizdən bir parça daşıyır Mehriban xanım? Nələri daşıyır özündə? İstəyərdim biraz qısa öncə özünüzdən məlumat verəsiniz, sonra kitabın içində.